Rənglərin, ritmlərin və ehtirasın ölkəsinə xoş gəlmisiniz. Braziliya, Cənubi Amerikanın nəhəng ürəyi olan bu ölkə bir tərəfdə samba və futbol, digər tərəfdə yoxsulluq və təhlükə ilə dolu paradoksal bir dünyadır. Burada həyat həm sehirli, həm sərt, həm də tamamilə unudulmazdır. Əgər tropik günəşin altında real və bənzər acı bir nağıl axtarırsınızsa, doğru ünvandasınız. Braziliya, Cənubi Amerika qitəsi deyiləndə bir çoxumuzun ağlına gələn ilk ölkələrdən biridir. Belə ki, həm ərazi baxımından, həm gecə həyatı ilə, həm də futboldakı uğurları ilə bütün dünyada tanınmış bir ölkədir. Olduqca böyük əhalini əhatə edir və təhlükələrlə dolu bir həyat tərzinə malikdir. Braziliya həm Cənubi Amerikanın ən böyük əraziyə sahib olan ölkəsi, həm də əhalisi ən çox olan dövlətdir. Ölkənin ümumi ərazisi 8,5 milyon kvadrat kilometrdir. Xəritəyə baxsaq, demək olar ki, Braziliyanın Cənubi Amerikanın bütün ölkələri ilə sərhədi olduğunu görə bilərsiniz. Başqa sözlə, yalnız Ekvador və Çili istisna olmaqla bütün Cənubi Amerika ölkələri ilə həmsərhəddir. Ona görə də Braziliyanın harasına getsəz, yollarda çoxlu insanla qarşılaşmağınız olduqca mümkündür. Təbii ki, inkişaf səviyyəsinə baxanda Şimali Amerikadan çox geridədirlər. Bu 220 milyonluq ölkədə ən sıx əhalili şəhərsə 13 milyonluq əhalisi ilə São Paulo şəhəridir. Ona görə də Braziliyada həyatın böyük hissəsi məhz bu şəhərdə cərəyan eləyir. Bununla belə onu qeyd etməliyəm ki, ingilis dilini çox da yaxşı danışmırlar. Yəni Braziliyada uzun müddət qalmaq fikriniz varsa, mütləq Portuqal dilini bilməlisiniz. Çünki ölkədə rəsmi dil Portuqalcadır. Braziliyanın tarix səhnəsindəki ilk hekayələri isə 1500-cü illərə gedib çıxır. Bura bir zamanlar Portuqaliyalı səyyahlar tərəfindən təsadüfən kəşf edilmişdi. Hindistana getməyə çalışan Pedro Alvarez adlı bir dənizçi pusulanı səhv salaraq təsadüfən Cənubi Amerikanı tapır. Daha sonra isə indiki Braziliya torpaqlarına düşən bu əraziyə Portuqaliya adından əl qoyurlar. Zamanla Portuqaliya ilə İspaniya arasında Braziliya üzərində hakimiyyət uğrunda saysız müharibələr baş verir və bu ərazi tez-tez iki Avropa dövləti arasında əldən ələ keçir. Nəticədə Braziliyada digər Cənubi Amerika ölkələri kimi bir müstəmləkə ölkəsi olur və uzun illər Avropalılar tərəfindən istismar olunur. Çünki Latin Amerikası dedikdə ağla gələn kaju, kakao, tütün, qəhvə kimi bir çox məhsulun dünyaya yayıldığı məkan məhz Braziliyadır. Bu məhsulların dünya miqyasında nə qədər tələbat gördüyünü deməyə gərək yoxdur. Eyni şəkildə Braziliyalılar Avropalıların dilini qəbul etdikləri kimi dinlərini də mənimsəməyə məcbur oldular. Bugün ölkə əhalisinin 85%-i xristiandır və dinlərinə bağlı insanlardır. İlk baxımından isə son 500 il ərzində bir çox etnik qrupun qarışığına məruz qalıblar. Ölkədə favela adlanan gecəqondu məhəllələri var və bu məhəllələrdə ağla gəlməz həyat tərzinə şahid ola bilərsiniz. Məsələn, Braziliya polisi belə favelalara girməkdən çəkinir və oradakı quruluşları məhv edə bilməyiblər. Çünki polis hər dəfə ora daxil olduqda hadisələr böyüyür və aidiyyatı şəhərdə xaos və cinayət səviyyəsi artır. Qurtuluş dedikdə isə ölkədə baş verən dəstə yönümlü bütün cinayətlərin bu favelalarda təşkil olunması nəzərdə tutulur. Yəni narkotik satışı, qaz qaçaqmalçılığı, insan alveri, ağlınıza gələn bütün qeyri-qanuni fəaliyyətləri bu favelalarda görə bilərsiniz. Əslində Braziliya dövləti bu favela məhəllələrinə icazə vermir. Yəni heç bir dövlət icazəsi olmadan inşa edilən tikililərdir bunlar. Bundan əlavə, Braziliyada zəngin və çeşidli səhər yeməkləri gözləməyin, çünki səhər yeməyi mədəniyyətləri demək olar ki, yoxdur. Favelalarda yaşayan insanlar illər əvvəl kəndlərdən şəhərə köç ediblər. Şəhərlərdə ev kirayələmək və ya almaq üçün maddi imkanlar olmadığından mərkəzdən uzaq təpəlik ərazilərdə gecəqondu məhəllələri salıblar. Zamanla bu köç dalğası artıb və o təpəliklər tam bir favela məhəlləsinə çevrilib. Bugünsə varlı təbəqə tərəfindən alt təbəqə kimi dəyərləndirilirlər və Rio kimi böyük şəhərlərdə insanların təxminən 25%-i bu favela məhəllələrində yaşayır. Burada yaşayan insanlar həyat standartlarını yüksəldib normal yaşayışa keçə bilmirlər, çünki ölkədə gəlirlər çox aşağıdır. Məsələn, Braziliyada orta aylıq gəlir $500 ətrafındadırsa, favelalarda bu rəqəm $200-dan da azdır. Əslində Braziliya dünyanın ən böyük 20 iqtisadiyyatından biridir. Hətta zaman-zaman ilk onluqda da yer alır, amma ölkədə böyük yoxsulluq hökm sürür. Bu isə ədalətsiz gəlir bölgüsündən qaynaqlanır.
Belə ki, Qətərdən sonra dünyanın ən qeyri-bərabər gəlir bölgüsünə sahib ölkəsi Braziliyadır. Bu ölkədə varlı çox varlıdır, kasıbsa çox kasıbdır. Braziliya küçələrində gəzərkən çox sayda evsiz insan görə və sizdən pul istəyən insanlara rast gələ bilərsiniz. Yəni, Braziliya şəhər düzəni və küçələrdəki təhlükəsizlik səviyyəsi baxımından Argentina ilə müqayisədə çox geridədir. Məsələn, şəhərlər Argentina qədər təmiz deyil və hər küçə başında pis qoxulara və zibillərə rast gələ bilərsiniz. Braziliya. Gözəl çimərliklər, isti iqlim, rəngarəng mədəniyyət və futbolla nəfəs alan insanlar. Amma bu gözəlliyin arxasında çox dərin sosial reallıqlar gizlənir. Ölkənin çoxsaylı əhalisi istər-istəməz böyük miqdarda tullantıların yaranmasına səbəb olur. Bu da bir çox insanı çarəsizlikdən zibil toplamaqla dolanmağa vadar edir. Plastik, kardon, metal, nə tapırlarsa satırlar. Yəni Braziliyada zibil bir çox insan üçün dolanışıq deməkdir. Amma vəziyyətə baxmayaraq insanlar çox səmimi və həyat doludular. İngilis dili bilməsələr də sizə kömək etməyə can atırlar. Üzlərində daim bir təbəssüm, könülləri isə genişdir. Şimali Avropa insanları nə qədər soyuqsa, Cənubi Amerika insanı bir o qədər isti və cana yaxındır. Braziliyalılar futbol və rəqsə aşiqdilər. Hətta tanımadığı birinə qucaq açıb sarılan, öpən insanlar belə görə bilərsiniz. Axşamlar isə küçələrdəki kafelerin, restoranların doluluğu bu xalqın necə əyləncə sevər olduğunu açıq göstərir. Futbol Braziliyada təkcə idman deyil, həyatın özüdür. Hər şəhərdə bir stadion var və burada oynamaq minlərlə gəncin ən böyük arzusudur. Bacarığı olan bir uşaq əvvəlcə yerli klublarda parlayır, sonra isə Avropa klublarının diqqətini cəlb edir. Futbol bir çox gəncin yoxsulluqdan çıxmaq üçün ən real yoludur. Ölkədə həyat həm gözəldir, həm də çətindir. Xaricdən gələnlər üçün, xüsusilə də dollar və avro qazananlar üçün Braziliyada yaşamaq çox sərfəlidir. Belə şəxslər burada lüks villalarda yaşayır, uşaqlarını elit məktəblərə göndərir, hətta ev işləri üçün xidmətçi belə tuturlar. Amma şəhərlərin infrastrukturuna baxanda köhnə binalar, dar küçələr, başınızın üstündən keçən kabellərlə qarşılaşırsınız. Qlobal markalardan çox yerli, kiçik dükanlar və küçə satıcıları diqqət çəkir. Texnoloji məhsullarsa Braziliyada dünyanın ən bahalılarından sayılır, çünki hər şey xaricdən gəlir və yüksək vergi tutulur. İnsanlar telefon və kompüter kimi məhsulları illərlə kredit alırlar. Braziliyada əksər insanlar banklara borcludur və həyatlarını kredit kartı ilə idarə edirlər. 18 yaşını keçən hər kəsin cibində bir kredit kartı var. Əgər Braziliyaya səfər edəcəksinizsə, texnologiya alış-veriş siyahınızdan silinsin. Ölkədə cinayət səviyyəsi yüksək olduğu üçün həbsxanalar dolub daşır, amma maraqlı bir həll tapıblar. Məhbuslar xüsusi velosipedlərlə pedal çevirərək elektrik istehsal edir. Dövlət bu yolla həm idmanı təşviq edir, həm də enerji təminatını az da olsa dəstəkləyir. Braziliyada səhiyyə xidmətləri dövlət tərəfindən pulsuz təqdim olunur, hətta cinsiyyət dəyişmə əməliyyatları belə. Bu cür dəstək LGBT hüquqlarına olan müsbət münasibətləri də göstərir. Hər il Rioda daxil olmaqla bir çox şəhərdə bu icma üçün azad tədbirlər keçirilir. Braziliyada hər bir vətəndaş seçkidə iştirak etməyə məcburdur. Səs vermə burada hüquq yox, öhdəlikdir. Siyasətlə maraqlanmasanız belə səs verməlisiniz, amma ölkənin ən böyük problemi nə işsizlik, nə yoxsulluqdur. Tıxaclardır. Hər il minlərlə insan avtomobil qəzalarında həyatını itirir. Dövlətin bu problemi həll edəcək geniş infrastrukturu və büdcəsi yoxdur. Buna görə də insanlar alternativ yollar axtarıblar. Məsələn, etanol əsaslı bitki mənşəli yanacaq istehsal edirlər. Bu həm daxili istehsala söykənir, həm də xərci azaldır. Zənginlər isə bu vəziyyətə başqa cür çarə tapıblar. Helikopterdən. Braziliyada indi artıq helikopterlə şəhər daxilində hərəkət etmək lüks yox, alternativ vasitəyə çevrilib. Beləliklə Braziliya həm təhlükəli, həm də inanılmaz dərəcədə maraqlı və rəngarəng bir ölkədir. Əgər həyat eşqi ilə dolu, isti, mehriban insanlar görmək istəyirsinizsə, Braziliya sizi gözləyir. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.